Gənclər son illərdə məqsədyönsüz şəkildə mən xaricdə təhsil almaq istəyirəm deyə bir arzuları formalaşır. 21-ci əsrdə tələbələrin, gənclərin ən çox ehtiyac duyduğu şey təhsildir. Şehin Akademinin ilk podkastı Şehinkast'a xoş gəldiniz. Biz bu platformada sizinlə sadəcə dərs deyil, təcrübə, strategiya və real hekayələr paylaşacağıq. Bugünkü ilk qonağımız xaricdə təhsil mütəxəssisimiz Rəvan bəydir. Rəvan bəy, xoş gəlmisiniz. Xoş gördük. Rəvan bəy, bildiyiniz kimi gənclərimiz hazırda xaricdə təhsil almaqla çox maraqlanırlar və buna görə məsləhət verənlərin sayı da çoxdur. Sizə sualım belə olacaq ki, tələbələr və valideynlər saxta vədlərlə peşəkar dəstəyi necə fərqləndirsinlər? Yəni ki, konsultant seçəndə nələrə diqqət etsinlər? İlk öncə bunu qeyd edeyim ki, Azərbaycanda xaricdə təhsil mütəxəssisləri çoxdur və konsultasiya verən şirkətlər də çoxdur. 21-ci əsrdə tələbələrin, gənclərin ən çox ehtiyac duyduğu şey təhsildir. Keyfiyyətli və düzgün universitet seçimidir, ixtisas seçimidir. Bəzən də bu çox qarışdırıcı və qəliz məsələ ola bilir, düzgün universitet və ixtisas seçmək. İlk öncə xaricdə təhsil mütəxəssisi və düzgün şirkət seçərkən valideynlər və gənclər akademiyanı, universiteti yaxşı bilən birilərini seçməlidir, bir konsultant olaraq. Çünki həmin insanlar həm bir akademik məqalə, akademik mühiti yaxşı qavramalı və bilməlidirlər. Ona görə düşünürəm, xaricdə təhsil mütəxəssisi potensial baxımından həm tələbələrin düzgün universitet seçimini və ixtisas seçimini etməyi bacarmalıdır, həm də akademiyanı yaxşı bilməlidir. Bəs Rəvan bəy, xaricdə təhsil almaq istəyən hər kəs xaricdə təhsil şirkətinə müraciət etməlidirmi? Təbii ki, xeyr. Əgər onlar düşünürlər ki, düzgün ixtisas və universitet seçimi edirlər və müraciət prosesini, qəbul prosesini və hətta viza prosesini düzgün idarə edə bilirlərsə, təbii ki, ehtiyac yoxdur. Amma gənclər son illərdə məqsədyönsüz şəkildə mən xaricdə təhsil almaq istəyirəm deyə bir arzuları formalaşır. Sadəcə təhsili ölkədən qaçış yolu kimi görənlər də var. Buna görə düşünürəm ki, bu yolda kimlənsə bilən bir şəxslə yeni tendensiyaları izləmək baxımından şirkətlərə müraciət edə bilərlər. Çünki ildən ilə həm ölkələrin, səfirliklərin və universitetlərin qəbul qaydaları, hətta daxili kvota sayları belə ildən ilə çox dəyişir. Aydan aya belə dəyişə bilər. Ona görə düşünürəm ki, ehtiyac duyarlarsa və ağıllarında sual çoxdursa, xaricdə təhsil mütəxəssislərinə və xaricdə təhsil şirkətlərinə müraciət edə bilərlər təbii ki. Yəni ki, bu məcburi deyil, amma şirkətə müraciət etmək onların şansını daha çox artırır, belə başa düşdüm. Bəli, düzgün seçilmiş şirkətlərə müraciət etmək daha yaxşıdır. Onların müraciət prosesini daha sürətli, düzgün edə bilər. Çünki xaricdə təhsil mütəxəssisləri hər bir gənc və tələbə üçün düzgün trayektoriya cızmalıdır. Onların istəkləri və potensiallarını nəzərə alaraq. Xaricdə təhsil almaq istəyən gənclər üçün, tələbələr üçün nə kimi məsləhətləriniz var? Ümumiyyətlə təhsil insanın həyatında sağlamlıqdan sonra ən çox investisiya etdiyi bir sahədir. Əgər onlar da düşünürlər ki, bu investisiyanı düzgün idarə edə bilməyəcəklər həm vaxt, həm maddiyyat baxımından, onlar çox yaxşı olar ki, konsultantlara müraciət etsinlər. Təbii ki, bu sahədə professional, həm də vicdanla iş görən konsultantlara və şirkətlərə müraciət edə bilərlər. Və hətta bizi izləyən tələbələr də əgər düşünürlər ki, bu idarə etmə baxımından çətinlik çəkirlər, təbii ki, biz də onlara kömək edə bilərik. Yəni ki, bu gənclərin bir baxıma gələcəyidir və öz həyatlarıdır və bunu çox diqqətli seçməlidirlər. Bəli, diqqətlə idarə etməlidirlər və düzgün planlamalıdırlar. Rəvan bəy, çox sağ olun gəldiyinizə görə, bu dəyərli məlumatları bizlə bölüşdüyünüzə görə. Ümid edirəm izləyicilərimiz üçün də bu məlumatlar çox faydalı olacaq. Şehinkast'ın ilk buraxılışının sonuna gəldik. Gələn buraxılışlarda görüşənədək.